Salam, hörmətli CP TV izləyiciləri. CP TV-nin bugünkü canlı yayımında aparıcı mən Elnarə Kərimova, qonağımız isə təhsil eksperti Rizvan Fikrətoğlu olacaq. Xoş gəlmisiniz Rizvan bəy. Hoş gördük. Sizin təqdimatınızdan artıq tamaşaçılarımızda belə qənaət formalaşdı ki, biz bugün təhsildən danışacağıq. Əslində təhsildən danışmalı o qədər çox mövzu, o qədər çox söz var ki, onları komplektləşdirmək, bir araya gətirmək də biraz çətin olur. Ona görə istəyirik bu dəfə biraz konkretləşdirək. Buraxılış imtahanlarının nəticələri artıq açıqlanıb. Yəni, həm də Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının tarixini elan edib. Bəzi dəyişikliklər var, səhvləmirəmsə birinci qrupla bağlı. Hətta narazılıq da əks olunurdu. Bu məsələyə də sizlə toxunarıq. Ümumi nəticələr belə görürəm ki, yəni mən öz müşahidələrimə əsasən deyirəm ki, qənaətbəxşdir. Yəni buraxılış imtahanında şagirdlərin topladıqları ballar nisbətən daha yüksək olub. Xüsusən maksimum nəticə göstərənlərin sayı düzdür. Keçən ildən səhv eləmirəmsə bir qədər azdır. Keçən 55 olmuşdu. Bu il son rəqəm 43-dür. Amma yenə də bütün hallarda 2 il ard-arda bir yerə toplasaq 100 nəfərə yaxın maksimum nəticə göstərənlər var. Mənim diqqətimi cəlb edən nə oldu? Bu maksimum nəticələr və ümumiyyətlə keçid ballarının nisbətən daha yaxşı olması bu nəyin göstəricisidir? Yəni bizim 2 ildə, 1 ildə şagirdlərimizin savadı mı artdı, yoxsa bizim Dövlət İmtahan Mərkəzinin şagirdlərə belə deyək də biraz daha çox ürəyi yandı, insafa gəldi, sualların çətinlik dərəcəsini mi aşağı saldı, yoxsa məktəblərdə tədris səviyyəsi mi yüksəldi? Sizin öz qənaətinizə görə nədir bunun səbəbi? Əvvəla dəvət üçün təşəkkür edirəm. Sizi və tamaşaçıları salamlayıram. Bəli, artıq son 2 ildə, yəni 2024 və 2025-ci illərdə biz görürük ki, təkcə 300 bal yox, ümumi nəticələrdə də artım var. Məsələn, 200 plus üstü yığan şagirdlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur. Biz sualları müqayisə edəndə aydın şəkildə görmək olur ki, suallarda xeyli yumşalmalar var. Məsələn, əcaib, qəraib qoyulan sual tipləri demək olar ki, rast gəlinmir. Mətnlər qısa və konkretdir və yaxud da dinləmə qurğularında təkmilləşmə var ki, onlar abituriyentlər 1-dən 6-ya və yaxud da 9 illər 1-dən 4-ə qədər suallar buradan yazırlar. Müəyyən qədər düşünürəm ki, savadlılıq dərəcəsi yerindədir. Yəni yerindədir. Sadəcə müəyyən qədər yumşalmalar var. Zaten nəyə görə savadlı? Mən də sizin o fikrinizlə razıyam. İndiki 11-ci siniflər 2 il qabaq 9-cu sinifdə buraxılış imtahanı verən siniflərdir. Yəni hətta 9-cu sinif hər halda çətinlik dərəcəsinə görə 11-ci sinifdən daha asandır. Asanlığı da mövzular da var orada. Məsələn, mən öz təcrübəmdən götürürəm ki, həmin imtahanda məsələn 151 bal toplayan şagird buraxılış imtahanında, 11-ci sinif buraxılış imtahanında daha bir 20 bala yaxın daha yuxarı yüksək nəticə göstərir və mənim tanıdığım çevrəmdə belə şagirdlərin sayı kifayət qədərdir. Sizin sözünüzə qüvvət olaraq bunu deyim. Bəli, orası tamamilə elədir. Sadəcə burada daha çox yumşalma var, amma biz burada təbii ki, abituriyentlərin haqqını danmalı deyil. Onlar da hazırlaşırlar, o da hazırlanırlar. Amma təbii ki, burada yumşalmalar da var. Həmçinin burada qeyd etdiniz ki, bəs məktəbdə təhsilin keyfiyyəti mi artır? Düşünürəm ki, yox, daha çox rektorlar işlərinə ciddi yanaşırlar düşünürəm. Yəni müəyyən qədər burada obyektiv və subyektiv səbəblər var. Əsas məsələlər sualların dediyim kimi daha aydın, daha konkret olması, müəyyən qədər də abituriyentlərin məsuliyyət hissinin yaranması. Bu əslində yaxşı bir şeydir. O da ümumi olaraq nəticələrin qənaətbəxş. Amma bir şey var ki, ümumiyyətlə buraxılış imtahanlarının orta və asan keçməsi qəbul ediləndir. Nəyə görə? Çünki kolleclərə getmək üçün bu bir açardır. Eləcə də aqtisad qiymətdən 3 fən buradan köməyi var yazılması üçün. Eləcə də hərbi kollec və yaxud da 9 ildən hərbi lisey, bu ildən artıq hərbi liseylərdə buraxılış imtahanına görədir. Və yaxud 5-ci qruplar. 5-ci qruplar eləcə də qabiliyyət tələbinə ixtisas, çünki onlar daha çox qabiliyyətə fokuslanırlar. Həmçinin yüksək texnik peşə məktəblərinə qəbul da buraxılışın nəticəsinə görə aparılır. Və bütün bunlar bu mənada qəbul ediləndir. Blok dediyimiz artıq qruplar üzrə imtahanlar daha çətin olur və nisbətən, çünki burada artıq ciddi məsələ. Yəni bu əvvəldən belə olmalı idi. Yəni biz gözləyirdik ki, zaten nə vaxtsa bura gələcək. Bu olacaq. Amma bu qədər uzun müddətdən sonra yox. Çünki kifayət qədər həm cəmiyyətə, həm uşaqlara o psixoloji təzyiq kifayət qədər göstərildi və siz ekspertlər də daxil olmaqla hamının dediyi ümumi ortaq fikir və Dövlət İmtahan Mərkəzinin də təbii ki, onların da öz argumentləri var idi və həmin argumentlərlə əsaslandırmağa çalışdıqları o idi ki, biz əslində
məktəblərin keçdiyi, tədris elədiyi proqramdan suallar salırıq. İndi həmin məktəb proqramını şagird hansı səviyyədə mənimsəyib, o artıq dim olaraq onun günahı deyil və bu məsələdə onlar haqlı idilər. Amma eyni zamanda yəni cəmiyyətdən də, o təhsil ictimaiyyətindən də bir təpki də var idi ki, bu dərəcədə akademik səviyyə, xüsusən buraxılış imtahanları üçün gərəkli idimi? Ümumiyyətlə siz fikir verirsiniz, son vaxtlar müxtəlif sahələrdə Azərbaycanda ictimai rəy sözünü deyə bilir. Yəni təbii ki, burada ictimai narazılıq, kütləvi narazılıq, müəyyən qədər bu məsələ, düzdür, bu gün də problemlər var. Məsələn, bu gün problemlər odur ki, yəni mən şəxsən müasir bir dövrdə təsəvvür imtahanı verirsiniz, imtahanın cavabını bir ay yarım sonra, bir ay 10 gün sonra cavabı öyrənirsiniz. Yəni texnikanın bu qədər inkişaf etdiyi dövrdə bu qədər cavabları gec öyrənmək çox bunu açıq suallarla səhv eləmirəmsə əlaqələndirirlər ki, yəni açıq sualları yoxlamaq bir neçə həftə deyəsən. Nə ehtiyac var? Buna nə ehtiyac var? Ümumiyyətlə buna açıq suallara nə ehtiyac var? Yəni buna nə ehtiyac var? Bu qədər gərginlik, bu özünüz abituriyent imtahan verir, cavablar yoxdur. O ehtiyac var əslində. Ola bilər məsələn magistratura imtahanı bilirsiniz necə. Bunlar qapalı sualların cavablarını qısa bir müddətdə verirlər. Məsələn 1-2 günə cavablar çıxır. Açıq suallar yoxlaması qalır bir neçə müddətə. Siz indi bu dəqiqə yəni o imtahan verən tərəfin həyəcanı müəyyən qədər götürülmüş olur. Artıq əlində ilkin nəticə var. Bir 100 balım var, bir 40 bal da oradan gələcək. Bunu belə də etmiyorlar. Sadəcə biraz 6 həftə şagirdləri intisarda saxlamaq biraz əziyyətə salmalıdır. Biraz bu baxımdan özünü əziyyətə salmalıdır ki, ən azından qapalı sualların cavabını vermək. Açıq necə magistraturada etmirlər bunu. Yəni təcrübə var artıq. Əlbəttə ki, var bu və çox özündə göstərə bilər. Bunu bu şəkildə etmək olar. Siz apellyasiyaya baxarsınız, nə qədər abituriyent açıq suallara verilən ballardan narazıdır. Onlar bilirsiniz kimlər yoxlayır? Magistrlar, məzunlar, təzə universitet qutaranlar, yəni düz olar ödənişlə təbii ki, deməli cəlb edir, təlim keçir. Amma nə qədər təlim keçirsə, burada insan amili varsa, burada mütləq şəkildə obyektivlik pozula bilər və pozulur da. Nə qədər apellyasiya şikayətləri var. Özə Dövlət İmtahan Mərkəzi baxın, görün necə eləyir. Məsələn, siz apellyasiyanın vaxtını qoyur 2 gün. Və normalda məsələn siz DİM-in saytına girəndə apellyasını ən axırıncı pəncərəyə qoyur ki, onu tapmaqda da çətinlik çəksinlər. Və 2 gündə müddət. 2 gündə apellyasiya müraciət müddəti. Və bununla bağlı maarifləndirmə aparır. Sanki bir növ tez bazar azmır, amma buna baxmayaraq kütləvi şəkildə və böyük rəqəm sayında ildən-ilə də bu artır. Bəs nəticəyə təsiri olurmu? Yəni o apellyasiya şikayətləri? İndi nəticəyə təsiri baxımından təbii ki, yəni əgər burada abituriyent haqlıdırsa və ona düzdür, yəni bu DİM-in ziyanına məlum məsələ ki, Dövlət İmtahan Mərkəzinin bu artıq müəyyən qədər obyektivliyinə təsir edir. Amma biz bəzən görürük ki, hətta abituriyent haqlıdır, amma yenə də ala bilmir onu. Məsələn üçün orada indi 3-1, 3-2, 3-3 kimi qiymətləndirilir. Məsələn tutaq ki, bir mətindir. Deyir yox, burada müəllif bunu nəzərə tuturdu. Amma halbuki bu da olar. Sinonim yazıb da yox deyir, burada bunu nəzərə tuturdu. Yəni sırf mən düşünməliyəm ki, siz müəllifin fikri nədirsə, ona uyğunlaşdırmalıyam öz fikrimi. Mən hardan bilim? Yəni mən deyirəm ki, abituriyentlərdən gedir. Yəni normalda bu kimi problemlər var. Düşünürəm ki, növbəti illərdə Dövlət İmtahan Mərkəzi biz ona belə deyək, güvənimiz yüksək idi və düşünürəm ki, o məsələləri nəzərə alır. Təbii ki, qurumun obyektivliyinə indi təcrübədən çıxış eləyək. Uzun illərdir Dövlət İmtahan Mərkəzi qəbul həyata keçirir və heç kəsdə mən hətta ən belə deyək də qəti müxalif olanda şəxsdə belə söhbət qəbul prosesindən gedir. DİM-in obyektivliyinə hər hansısa bir şübhə görməmişəm. Hansısa bir formada şübhə görməmişəm. Sadəcə ola bilər məsələn sizin dediyiniz kimi o yoxlamalar prosesini çox uzun 6 həftə səhv eləmirəmsə ilkin informasiyada 6 həftələr var. Yəni 5 həftədən tez olmur. Kifayət qədər böyük müddət. Xüsusən ona görə ki, biz öyrənmişik, yəni 2 günə, 3 günə, 1 həftəyə maksimum nəticələr çıxır, elan olunur. Və şagirdin də, valideynin də, çünki valideyn də şagirdlə bərabər və demək olar ki, ondan daha artıq həyəcanla nəticəni gözləyir. Rizvan bəy, ən çox son zamanlar, son günlər diqqətimi nə çəkir sosial şəbəkələrdə? Elə sizin həmkarlarınız, yəni təhsil ekspertləri bu məsələ ilə bağlı fikirlərini bildirirlər. Hətta bir paylaşımda rast gəldim. Orada bildirilirdi ki, son 2 gündür buraxılış imtahanlarının nəticələri geniş müzakirə olunur. Əziz dostlar, görünən odur ki, illərdir təhsilin olmazsa olmazı kimi qəbul etdiyimiz repetitorluq sistemi tədricən sıradan çıxır. DİM-in qismən mövqe yumşatması həm şagirdlərin, həm də valideynlərin üzünü güldürüb. Siz necə fikirləşirsiniz? Yəni bu prosesin sonucu olaraq, əgər proses belə davam eləyərsə və eyni tendensiyanı, sizin dediyiniz o yumşalma tendensiyasını biz blok imtahanlarında da müşahidə edərsək,
Repetitorluqla bağlı vəziyyət necə olacaq? Yəni doğrudanmı mümkündürmü Azərbaycanda repetitorluğun sıradan çıxması? Dövlət İmtahan Mərkəzinə bağlı bir ifadəni işlədim və qayıdacağam bu məsələnizə. Ümumiyyətlə mən düşünürəm ki, bu gün Dövlət İmtahan Mərkəzi imtahan keçirməkdə çox ali bir qurumdur və etimad baxımından yüksək dəyərləndirilən bir qurumdur. Bəli, biz bunu mütləq qeyd etməliyik. Amma sadəcə bizim məsələn dediyimiz odur ki, daha da təkmilləşmə işi olsa daha yaxşı olar. Bu olsa bu da yaxşı olar. Qaldı ki, repetitorluqla bağlı ümumiyyətlə dünyanın müxtəlif ölkələrində bu repetitorluq sistemi var. Bizdəki kimi və yaxud da başqa formada var. Düzdür, güman eləmirəm ki, məxsusən bizdəki kimi olsun. Təbii ki, repetitorluğun geniş vüsət alınması, bu qədər bizdəki kimi yayılması qorxunc, təhlükəlidir. Amma biz bu gün bunu etiraf etməliyik ki, nə qədər danılsa da, bu gün təhsil repetitorun çiynindədir. Biz bunu dana bilməliyik. Düzdür, bunu bəzən belə yəni izah eləməyə çalışırlar ki, həmin repetitorlar da zaten məktəb müəllimidir, amma onda əks fikir yaranır ki, əgər doğrudan da məktəb müəllimidirlərsə ki, və mən razıyam o fikirlə, böyük əksəriyyəti məktəb müəllimləridir. O zaman elə həmin tədris elədiyini, repetitorluqda tədris elədiyini məktəbdə, sinifdə tədris eləsin. Axı elə deyil axı. Müəllim məktəbdə çərçivəlidir. Necə çərçivəlidir? Siz fərz edin ki, riyaziyyat müəllimisiniz və onun sinifə dərs keçirsiniz. Siz proqramı tədris eləməlisiniz. Amma Dövlət İmtahan Mərkəzi 5-dən 11-ə qədər sizdən ən ağır formada sizi imtahana cəlb edir. Müəllim səviyyəsində. Və narazılığı da belədir. Yaradan əsas məqam məhz budur. Bilirsiniz, bunun da əslində bir çarəsi var. Buna da toxunacağam. Deməli, məsələ nədir? Mən əgər 11-də oxuyuramsa və mən riyaziyyatı nə qədər yaxşı oxuyan şagird olsam da, mən 5-in, 6-nın, 7-nin fənlərini unuduram. İstərsiniz illər keçir üstündən. Və məcburam, suallar nə də yumuşalsa da mən məcburam repetitora müraciət edeyim. Yəni sanki sistem sizi məcbur edir ki, repetitorun köməyindən istifadə edin. Baxın, bunun əslində çıxış yolu var. Mən belə bir yol düşünmüşəm. Məktəbdə KSG, BSG-lər keçirilir də, düzdürmü? Olmazmı bu daha ciddi forma alsın? Elə məsələn Dövlət İmtahan Mərkəzi bunu keçirə bilər. Məsələn 5-ci sinif uşaq qurtardı, onun artıq müəyyən bir nəticəsi formalaşsın. Məsələn, bu adam fizikadan bu qədər bal, kimyadan bu qədər bal, 6-cı sinif belə, 7 belə, 8 belə, 9 belə. Uşaq 10-11-dən imtahan versin. Yalnız 10-11-in fənlərindən. Çünki son 2 ilin. O da necə? Sırf o müasir dövrlə bağlı. Məsələn, ta ki bu Albaniya ilə bağlı, onsuz da bu keçib 6-cı sinifdə, 7-ci sinifdə, 5-ci sinifdə. Burada artıq müəyyən bir balı formalaşır. Və bu gəlir. Və həmin baldan istifadəni sonra. Onu sonra hansı qrupa gedirsə və o qrup üzrə məqsədi müəyyən eləsin. Həmin o siniflər üzrə toplanan bal, məsələn, tutalım 400 balı bura versin, 300 balı 11 versin. O toplansın, bir nəticə çıxsın. Amma bu zaman sizin qeyd etdiyiniz, əgər bu sistem işə düşərsə, o zaman Elm və Təhsil Nazirliyinin, məktəblərin bütün demək olar ki, funksiyaları dimə keçmiş olacaq. Niyə dimə keçsin ki? Dim sadəcə nəzarət edən bir mexanizm kimidir. Məsələn, müəllim dimin deyil, müəllim Təhsil Nazirliyindir, məktəb Təhsil Nazirliyi. Necə dimindik keçsin imtahanı, bir ona da bir nəzarət mexanizmi olsun. Məsələn, bugün qabiliyyət imtahanları hamısı demək ki, dimin nəzarəti altında keçirilir. Bir nəzarət mexanizmi. Həm şagirdlər stresə düşməz, həm valideynlər külli miqdarda pulunu repetitora sərf eləməz, həm də repetitorluğun qarşısı xeyli alınır. Amma bu belə repetitorluğun tamamilə sıradan çıxması demək deyil. Bugün birinci sinif uşağı belə repetitorun yanına gedir. Yəni nümunələr çoxdur. Yəni bunu din neynəsin? Birinci sinif şagirdə gəlib repetitor yanına gedir. Amma müəyyən qədər dediyim kimi mərhələ-mərhələ bunu azaltmaq olar. Amma bunu azaltmaq üçün mütləq biz geri qayıtmalıyıq. Geri qayıtmalıyıq ki, biz baxmalıyıq ki, biz nədən imtahan götürürük, necə imtahan götürürük, hansı formada. 11-ci sinif uşaq 5-ci sinifdən imtahan verməlidirmi? Buna məcburdurmu? Niyə məcburdur? Olmazmı bu artıq bu fənni keçib, bu növbəti sinifə keçib. Bu bilmirsə, bunu niyə növbəti sinifə keçirsiniz? Müəyyən qədər bunun balı formalaşsın və toplansın. 10-11-dən də imtahan versin. Artıq 10-11-də imtahan verəndə repetitorluğa çox ehtiyac olmayacaq. Bunun olsa zaten məsələn tutalım 400 balı 9-a qədər vermir məktəb. Yəni məktəbin də bir funksiyası aslında. Məktəb məsuliyyəti aslında. Məktəb artıq publik hüquqi şəxsə çevrilir. Artıq bir məktəbin də belə deyilən bir səlahiyyəti olsun. Bu gün məktəbin demək ki, səlahiyyəti yoxdur. Yəni bu gün direktorun səlahiyyəti, direktor adi süpürgəsini işə götürə bilmir. Bu gün direktor yox, onlara direktor deməyir, onlara deyək təhsil meneceri deyək. Bu direktor olmalı ki, bu gün direktorun da səlahiyyəti artsın, müəllimin də səlahiyyəti artsın. Bilirsiniz, uşaq məktəbə bağlı olsun, bilsin ki, bax riyaziyyat müəllimi mənə qiymət yazmasa, mən yaxşı oxumasam, mənim balım çıxmayacaq ortalığa. Yəni bu kimi mexanizmlərdən istifadə etmək. Bəlkə həm də məktəb müəllimlərinin biraz, mən deməzdim ki, məktəb müəllimləri hansısa formada öz işlərinə daha az məsuliyyətlə yanaşırlar,
Amma onların da fikirləri var. Deyirlər ki, 45 dəqiqə bizə müddət verilir və onun böyük hissəsi, az qala 20 dəqiqəsi o sənədləri yazmaqla, jurnalları doldurmaqla nə keçir və mən bir dəfə bunu özüm müşahidə eləmişəm və razılaşmışam ki, onlar doğrudan da düz deyirlər. Və sinifdə şagird sayı bəzən həddindən artıq, xüsusən şəhərin mərkəzində şagird sayı həddindən artıq çox olur. Onların hər birinə heç bir dəqiqə belə məşğul olmaq mümkün deyil. Yəni o saata sığdırmaq mümkün deyil. Üstəgəl də təbii ki, şagirdlər repetitor yanından çıxan şagirdlərin məktəbə hansı səviyyədə getdiyini də yəqin ki, siz də müşahidə edirsiniz, hamımız müşahidə edirik. Şagirdlər axşam saat 9-da, 10-da, 11-də evə gələn şagirdlər var ki, səhər saat 7-də durmalıdır, Bakının tıxacı ilə yenidən məktəbə getməli. Çünki məktəbə getməsə, direktorlar açıq şəkildə deyirlər ki, məktəbə gəlməsən, qaybın olsa, mən sənə attestat verməyəcəm. Bunu da hansısa formada, yəni hər halda hüquqi bir əsası var ki, onlar bu hüquqi əsasa dayanaraq bu fikirləri irəli sürürlər. Sizin dediyiniz kimi, əgər bu sistem formalaşarsa, məsələn, 9-cu sinifdə uşaqlar buraxılış imtahanı verirlər. Bu buraxılış imtahanının şagirdin sonraki həyatına hansı bir təsiri varmı? Bəs o zaman nəyə lazımdır uşaqları ilə 9-cu sinifdən bu qədər imtahan stresi ilə yükləmək? Yəni bir dənə orada yaxud repetitora əlavə pul qazandırmaq. Orada bir dənə təsiri odur ki, sadəcə kim kollec getmək istəyirsə və yaxud da hərbi liseyə getmək istəyirsə, Milli Müdafiə Universitetinin tabirində olan, onlar imtahan verib. O zaman onlar imtahan versin. O da yığsanız ümumiyyətlə uşaqların 10% eləməyəcək. Qoy həmin o 10% imtahan versin. Bütün 100% imtahana cəlb eləmək, dövlət resursu xərcləmək, imtahanların təşkili kifayət qədər pullu miqdarda vəsait xərclənir. Və həmin nəticə əgər uşağın sonraki taleyinə heç bir təsir eləmirsə, yəni nəyə xidmət edir o zaman? Sadəcə ümumi belə düşünürlər ki, ümumi 9 illiyin nəticəsini, amma yenə də o nəticə mənfi, müsbət olmalı. Olmur. Çünki ortada bir 10-cu sinif var, bütün imtahansız, hər şey, heç nəsiz bir 10-cu sinif var. Ondan sonra 11-ci sinifə uşaqlar keçir və 9-dakı nəticə sizin qeyd edildiyi, mənim də qeyd etdiyim kimi heç bir sonraki fəaliyyətə heç bir təsir eləmir. Zülfü bəy, siz qeyd elədiniz məktəblər publik hüquqi şəxsə çevrilməklə bağlı, onu yaxşı xatırlatdınız. Bu məsələ ilə bağlı bir qanun layihəsi də artıq müzakirə mövzusudur, bildirirlər və çox böyük bir narahatlıq var nə ilə bağlı. Hətta belə deyək də, loru xalq dilində desək, məktəblər pullu olacaq, təhsil pullu olacaq. Yəni belə bir fikirlərin də artıq əsası qoyulur və bildirilir ki, əgər məktəblər publik hüquqi şəxsə çevrilərsə, icbari təhsildən sonraki pillələrin hansısa ödənişli formada keçirilməsi mümkündür. Siz necə fikirləşirsiniz? Yəni bu sistem, belə bir sistem mümkündürmü? Ümumiyyətlə, hər hansı bir qurumun publik hüquqi şəxsə çevrilməsi o demək deyil ki, bütün xərcləri vətəndaş qarşılayır. Yəni publik hüquqi şəxsin də özünün növü var. Yəni dövlət tərəfindən maliyyələşən publik hüquqi şəxslər də var. Məsələn, tutalım siz universitetdən götürün, universitetdən demək ki, hansı publik hüquqi şəxsdir. Burada necədir qayda? Qayda odur ki, ödənişsiz qəbul olanları dövlət ödənişini ödəyir. Deməli, dövlət belə baxsaq ödənişli, ödənişsiz demək ki, yarı-yarıdır. Yarısını dövlət ödəyir xərclərin. Yəni məktəbdə publik hüquqi şəxs odur ki, məsələn, əlavə dərnəklər ola bilər. Məsələn, rektorluq burada məsləhətim deyirəm, tutaq ki, qanuniləşə bilər, məktəb özü həyata keçirə bilər. Əlavə dərnəyi ola bilər. Məsələn, uşaqların hər işləri belə deyək də rəsmə və yaxud da Allah köməyiniz olsun. Yazıq şagirdin dərsdən, repetitordan macalı olurmu ki, rəsm çəksin? Məsələn, onlar məsələn müəyyən qədər satışa çıxarıla bilər. Amma yenə deyirəm, bu gün məktəbin statusu, status olaraq məktəb bu dəqiqə şagirdin həyatında başa düşürük. Şagird yönümlü məktəb, vətənpərvərlik elədir. Yəni bizə şəxsiyyət yönümlü məktəb bir zaman bunu qabardırdılar. Biz insanlar necədir? Biz nəticə alıb məktəbə girməliyik. Yəni burada məktəbin funksiyası çox zəifləyib. Mütləq şəkildə məktəbin funksiyası özünə qayıtmalıdır. Məktəbin funksiyası, məsələn, dediyim kimi, bu gün artıq məktəb yox, Dövlət İmtahan Mərkəzi şagirdin taleyini əldə edir. Məktəb əldə edə bilmir bunu. Amma məsələn, yəni məktəbin 11 ildə görməli olduğu işi 3 saat ərzində həll edir. Nöqtəsini qoyur. Bu belə olmamalıdır əslində. Məktəbin funksiyası, məktəb müəyyən bal vermək ixtiyarında olmalıdır. Yəni biz məktəbi niyə bu qədər aşağı tutmuşuq? Onun üçün dediyim kimi müəyyən məsələlərdə, müəyyən qanunvericilikdə mütləq şəkildə dəyişiklik olunmalıdır, əlavə olunmalıdır. Məktəb artıq müəyyən qədər şagirdin həyatında həlledici rol olmalıdır. Həm şagirdin məktəbə həvəsi yaranar, məktəbdən asılılığı yaranar, bu yaxşı mənada asılılıqdır. Həm də ki, müəllimin məsuliyyəti artar, müəllimin əmək haqqısı artar və digər məsələlər öz yoluna qoyular. Amma bu gün biz, yəni gəlin belə reallığı danışaq. Tutalım, siz 3-cü ixtisas qrupuna hazırlaşırsınız və sizdə məktəbdə keçən fizika dərsinin sizə nə dərəcədə xeyir olacaq? Olmayacaq. Yəni sizin artıq müəyyən fəndə
bu mütləq şəkildə qaydasına qoyulmalıdır. Bunu bir zamanlar təmayülləşmə ilə bağlı səsləndirdilər bu fikirləri. Mənim böyük övladım o belə deyək də təmayülləşmənin ilk o pilot layihə olan dövrünə düşdü və bildirdilər ki, hə təmayülləşmə olarsa, belə deyək, Bakının ən yaxşı gimnaziyalarından birində təhsil alırdı. Əgər dövlət gimnaziyasıdır, əgər təmayülləşmə olarsa, repetitorla əlavə vəsait xərcləməyəcəksiniz. Yəni uşağın taleyini biz məktəbin daxilində həll edəcəyik və pilot layihə kimi də başladılar. Heç bir uşağın taleyində də heç nə dəyişmədi. Biz yenə repetitorlara elə xərcləyəcəyimiz vəsaiti yenə xərclədik. Üstə gəldə məlum oldu ki, tutaq ki, məsələn, məktəbdə bir sinifdə uşaqlar qrup seçirlər. Məsələn, hansısa sinifdə 3 nəfər, 5 nəfər 3-cü qrupu seçirsə, say az olduğuna görə həmin məktəbin həmin təmayülü açmağa hüquqi bazası yoxdur. Qanunvericilik də buna imkan vermir. Ona görə də şagird hansısa başqa bir məktəbdə öz təmayülü üzrə bir sinif açılacağını tapmalıdır. Yəni valideyn düşməlidir, məktəb gəzməlidir. Hansı məktəbdə bu varsa, övladımı ora yazdırmalıyam. Uşağa psixoloji təzyiq, üstəgəl uşaq deyir ki, mən neçə il burada oxumuşam, məktəbimi dəyişmək istəmirəm. Yəni belə deyək də, uzun sözün qısası o təmayülləşmə də istənilən nəticəni vermədi. Ümumiyyətlə təhsil bizdə çox böyük bir sferanı əhatə edir. Yəni hamımızın təhsili müəyyən qədər məsələn qohumumuz oxuyur və yaxud nəsə əlaqəmiz. Bütün ailələr belə deyək də istənilən Azərbaycan insanı təhsillə bizdə bu nə problem odur ki, məsələn hər hansı bir layihə və yaxud da icra olunur, ya yarımçıq saxlanılır, ya da ki nəzarət zəif olur, hətta unudulur. Unudulan layihə ümumiyyətlə düşünün ki, burada belə bir pilotumuz vardı, yaddan çıxır. Sizin sözünüzə qüvvət mi? Siz dediniz, mən xatırladım. Azərbaycanda Bakının bir neçə məktəbində və bir neçə rayonda, yəqin siz də xatırlayarsınız, 10 ballıq səhv eləmirəmsə qiymətləndirmə modeli tətbiq olunurdu. Uzun illər, 2-3 il bu sistem tətbiq olundu və günlərin birində mətbuat nümayəndəsi olaraq Misir Mərdanova da təhsil naziri idi. Misir Mərdanova bir sual verdi ki, Misir müəllim, bu 10 ballıq sistem var idi. Bunun nəticəsi nə oldu? Yəni mətbuatla daim işləyən adam idi, mətbuatın bütün suallarına açıq nazir idi. Çevrildi, hətta iclas zamanı yanındakı aparat rəhbərindən soruşdu ki, nə oldu nəticələr və məlum oldu ki, həmin pilot layihəsi sadəcə unudulub. Sadəcə unudulub və məktəblər kifayət qədər böyük belə narazılıq var idi ki, bu sistemi ya bir dəfəlik tətbiq edin, ya da bir dəfəlik aradan götürün. Biz yorulduq, bu sistemdən bir nəticə yoxdur. Və məhz həmin mətbuatın həmin sualından sonra, sualın müəllifi olaraq mənim müraciətimdən sonra araşdırıldı və məlum oldu ki, layihə unudulub. Heç kəs bu layihənin heç hesabatını da aparmayıb və sonunda həmin layihə ləğv olundu ki, yəni belə deyək də səmərəli bir layihə deyilmiş, hesab olunmur. Bilirsiniz, bax elə məsələn problem budur da, hər hansı bir layihə, proqram qəbul olunur, amma onun nəzarəti yaxşı ya həyata keçirilmir, ya nəsə planda olunmuş məbləğ düzgün bölüşdürülmür və nəticədə bu da bizim bu əziyyətdə bizim şagirdlər çəkir, müəllimlər çəkir. Yəni çünki onu icrasına aparan müəllimlərdir, yəni sırf təhsilin orta məktəbdə söhbət gedirsə, yəni bu da müəyyən qədər təhsilin problemidir. Ümumiyyətlə bir söz deyim. Azərbaycanda soruşsanız ki, təhsilin ən böyük problemi nədir? Baxın. Nədir? Baxın, bu qədər imtahanlardır da. Nə bilim, bağçaya qəbul bəzi dillə bağlı imtahan, birinci sinifə qəbul imtahan, nə bilim, orta məktəbin monitorinqi, 9 imtahan, müəllimlərin imtahanı, musiqi məktəbinin imtahanı, hamısı imtahan. Azərbaycan təhsilinin ən böyük problemi keyfiyyət problemidir. Bu qədər imtahan var, amma keyfiyyəti nəticə yoxdur. Bugün təhsilin keyfiyyətini qaldırmaq lazımdır. Demirəm, ümumiyyətlə tamamilə bərbaddır, elə deyil, amma keyfiyyət o deyil. Yəni məsələn üçün biz tutalım, bir misal çəkək, müəllimlərin işə qəbulu. Bugün müəllimlərin işə qəbuluna hazırlaşan müəllimlərin, indi bu təxmini bir rəqəmdir, 10 nəfərdən belə bəlkə də onu da hazırlığa gedir. Müəllimlər özədir repetitor yanına gedir. Müəllim hazırlığı edir. Təbii ki, repetitor yanında anlayır. Elə bu bizdə bir ənənəyə çevrilib artıq. Tək ənənə deyil, həm də standartlar onu tələb edir. O qədər mürəkkəbdir. Bilirsiniz, bugün belə deyək də, repetitordan alınan bilik müvəqqəti bilikdir. Yəni müvəqqəti yaddaşdır. Bu unudulur. Yəni müəllim hazırlığa gedir və o biliyi istərsiniz, o əzbərçilik. Biz deyirik də, həmişə təfəkkür məktəbinə keçin. Amma bugün biz yaddaş məktəbindəyik, əzbərçilik məktəbindəyik, təfəkkür məktəbində deyilik, unudulur. Yəni bugün repetitorluğun faydası ilə yanaşı ziyanları da çoxdur. Repetitorun verdiyi bilik müvəqqəti bilikdir.
o bizim həyatımızda çox da təsirləri yoxdur. Əzbərçi bilikdir. Sadəcə nələrsənsə uyğunlaşdırıb testin cavabını tapır. Bu bilik deyil. Yəni belə deyək də, ümumiyyətlə bu gün keyfiyyət problemidir. Keyfiyyətli müəllim, keyfiyyətli, məsələn mən abituriyentlərlə işləyirəm bilirəm də, inandırım sizə 600 plus yığan abituriyent məsələn kompüter elmlərinə verir də. Elementar məsələn girib özü ərizəsini təsdiq edə bilmir. Və yaxud da ki bu azmazlı bir şeydir. Yəni, artıq onun da belə deyək də, belə biraz pis çıxacaq bazarı yaranıb. Kodlaşdırma bazarı, ixtisas seçimi bazarı, yəni baxırıq sosial şəbəkələrdə. Çünki əgər şagird bunu özü eləyə bilsə, təbii ki, əlavə köməyə də ehtiyacı olmayacaq. Məsələn, orada müəyyən mentor dəstəyi lazımdır. Məsələn, ixtisas seçimində tutaq ki, ixtisas seçimi təkcə kodlaşma deyil. Məsələn, orada məsələn üçün uşağa verilən istiqamətdir. Məsələn, bu ixtisas dahadır, təcrübəli bir şəxsin bunu demək yaxşıdır, amma siz demişəm, bu böyük bir kütləvi hal alması və reptolog kimi bunun da yüksək səviyyədə olması bu da yaxşı hal deyil. Yəni bu gün məsələn abituriyent primitiv elektron ərizəsini təsdiqləyə bilmirsə bu problemdir, bu faciədir. Yəni məsələ odur ki, yəni biz bu qədər təhsil, bu qədər imtahan, amma keyfiyyət varmı? Hansı? Deməzdim heç yoxdur, var, amma o deyil. Yəni qəbul edici səviyyədə verilən bu qədər təhsil, bu qədər valideynin pulu nəticə onu vermir. Həm dövlət xərcləyir, bir tərəfdən dövlət xərcləyir, ilbəildə təhsilə ayrılan vəsait artırılır. Onunla paralel olaraq valideyn xərcləyir. Yəni dövlətli valideyni birləşib uşaqlarımızı universitet tələbəsi eləmək uğrunda bir savaş veririk. İnanırım sizə biraz kobud əsasından deyəcəm, sanki bir növ o yüksək bal yığanlara bir fikir verin. Elə bir narahatlıq var ki, sanki uşaqlar robotlaşıb. Məsələn, tutaq ki, gəlir içəri girir, çıxanda qapı bilmir hardadır. Qapını yaddaş o qədər belə deyim də, o qədər bizdə o belə bir rus tərkibində naqrutska söhbəti var. O qədər yüklənmə var ki, beyin o qədər yüklənir ki, artıq primitiv şeyləri unutur. Siz uşaqların ən böyük şikayəti bir məsələ bilirsiniz nədir? Deyir ki, çətin sualları cavablandırırlar. Elementar sualları da ilişir. Çünki ona diqqət ayırmırlar. Elementar xırda bir şey, adi bir şey. Məsələn, biz sualların saçqası çıxanda görürük də, olsun müəllim çıxartmamışsa, məsələn, adi, nə bilim, filan hesablamanı bilmirdi. Element, amma həmin müəllimlər baxarsınız, ən mürəkkəb misalları həll edə bilmişdilər. Primitivdə ilişib qalırıq. Çünki o qədər biz öyrəşmişik ki, biz onu gözləmirik. Belə bir şey olur. Yəni, o qədər onun da ziyanları var. Reptorun faydası var. Bizi ali məktəbə aparıb çıxarır. Amma ali məktəbdən sonra bir boşluq yaranır. Birisi boşluq nədir? Çünki o qədər tərəfkarlığın heç 10%-ni orada görə bilmir. Üstəlik şagirdlər, həm də abituriyentlər ballarına istədikləri ixtisaslara yox, daha çox ballarına uyğun ixtisaslara qəbul olunurlar. Yəni mən valideynlərlə söhbət edirəm, maraqlanıram, uşaq nə istəyir və yaxud hara hazırlaşır. Təbii ki, qrup olaraq verirlər və deyirlər ki, əsas odur ki, qəbul olsun. Hara qəbul olur olsun və təbii ki, əsas odur ki, qəbul olunur və o qəbul olunandan sonra onun ixtisaslı kadr kimi universitetdən, diplomunu demirəm, ixtisaslı kadr kimi çıxması bu heç 50-50% də deyil. Bu elədir. Məsələn üçün, burada biz ümumi işləmlərin statistikasına baxanda görürük ki, çox adam, yəni 50%-dan daha çox öz ixtisasında işləmir. Bu da problemdir. Sadəcə bilirsiniz, bu gün universitetlərdə də, universitetlərin yetişdirdiyi kadrlar əmək bazarı məsələsi var. Yəni, əmək bazarı başqa şey tələb edir, universitetin verdiyi təhsil isə tamamilə uyğunlaşmır. Yəni, belə deyil, universitet əmək bazarını araşdırmır. Məsələn, mən mədən mühəndisi yetişdirirəmsə, mədənlərə, məsələn, tutaq ki, regionlarda nə qədər ekskursiya olunur, ümumiyyətlə, oranın mütəxəssisləri dəvət olunurmu, müəllimlər necə seçilir? Mən düşünürəm ki, elə sahələr var ki, orada mütləq şəkildə sahədən gəlməlidir adam. Həmin ixtisas istehsalatdan gəlməlidir. Sən maşın mühəndisi yetişdirirsən. Belə bir təcrübəsi var. Sən maşın mühəndisi yetişdirirsənsə, mənə nəzəriyyəçi professor lazımdır. Maşın olmalıdır ortada, ən azı. Maşın olmalıdır və onun mühəndis necə yetişir? Ümumiyyətlə, mən tam olaraq anlaya bilmirəm. Nəzəriyyə ilə mühəndis necə ola bilər? Məsələn, tikinti mühəndisi, tikintidə işləmədən, inşaat mühəndisi, inşaata sahəyə çıxmadan, o necə betonun tərkibi haqqında hansısa bir... Təbii ki, nəzəri bilik var, betonun tərkibi budur. Onu mən 90, siz 90, 5-10 dəfədən sonra hansısa bir formada biz bunu yadda saxlayacaq. Amma onu sahədə görməsə və yaxud məsələn, jurnalistikanı oxuyan abituriyent, belə deyək, tələbə, qəzetdə, saytda hansısa bir yazı ilə çıxış eləməsə, bu necə jurnalist olacaq? Yox, təbii ki, bu problemdir, bu çətin olacaq. Məsələn, bizdə belə bir şey var, adətən
baxın, qurumun adı nədir? Elm və Təhsil Nazirliyi. Bəs bizdə elm və təhsil inteqrasiyalıdırmı? Deyil. Məsələn, jurnalistika misal çəkdinizsə, insan niyə birinci kursda keçdiyi fəndən praktikasını 4-cü kursda gedib hansısa adın yazdırmalı ki, burada məsələn Cümhuriyyət qəzetində praktika keçdi. Və xəsarətnamə istəməlidir. Bu belə yetişmir axı. İndi jurnalistika müəyyən qədər humanitar sahədə nəsə onu öyrənə bilər. Amma siz daha ciddi elmlər var. Və yaxud da kompüter elmlər daim dəyişir, yenilənir. Yəni bir gündən səhərsiz bugünün mühazirəsi sabah aktuallığı itirir. Bu adam nəzəri ilə necə kompüter mühəndisi ola bilər? Valla Rizvan bəy deyirsiniz, mən hətta öz universitet dönəmimi belə xatırlayıram, verilişin sonuna gəldik. Bizdə belə dərsləri tədris edən bəzi müəllimlər Sovet dövründə yazılmış, bəlkə də 70-80-ci illərdə yazılmış, artıq kağızlar o qədər saralmışdı ki, üzündən oxumağa belə çətinlik çəkirdilər. İndi bizdə məsələn elə bəhbəli professorlarımız indi var. Onların nəsli kəsilməyib. Çox təşəkkür edirəm Rizvan bəy. Hörmətli tamaşaçılar, qeyd edeyim ki, bugün canlı yayımda bizim mövzumuz təhsil məsələləri idi və ekspertimiz Rizvan Fikrətoğlu ilə bu məsələni müzakirə elədik. Diqqətinizə görə təşəkkür edirik.